Gələk uşaqlar videomuzun ikinci hissəsinə. Bayaq üstünüzə sağlıq, biraz nasazlamışam. Buna görə videonun yarıda dayandırmaq məcburiyyətinə qalmışdım. Ki ədatı nə zaman ədat olur uşaqlar? Yadınıza saxlayın ki, ki ədat mövqeyində işləndikdə xəbərdən sonra gəlmir. Nə dediyim? Xəbərdən sonra gəlmir. Məsələn, tutaq ki, deyirəm ki, sən ki belə deməmişdin. Sən ki belə deməmişdin cümləsində, bax görürsünüz uşaqlar, ki xəbərdən mi gəlibdir? Yox. Onda sən əlini qoyursan ürəyinin üstünə, bunu nə götürəcəksən? Ədat götürəcəksən. Amma tutaq ki, deyirəm ki, mən bilirdim ki, sən oxuyacaqsan. Mən bilirdim ki, sən oxuyacaqsan. Bax, niyə edirdim? Bilirdim. Kim? Mən. Bax, görürsünüz, xəbərdən sonra gəlibdir. Bax, xəbərdən sonra ki gəlibdir. Bu zaman nə olacaq? Bu zaman deməli ki, nə götürəcəksən? Bağlayıcı mövqeyində istifadə edəcəksən. Başa düşdünüz? Başa düşməsə deyim, bir də izah edeyim. Bir də, məsələn, belə bir cümlə var. Tutaq ki, bu da test toplusunda düşən cümlədir. Testlərə düşür. Elə ki, bahar gəldi, hər yer yaşıllaşdı. Bax, buradakı eləkini gedir bizim yoldaşlar modal söz götürür. Amma uşaqlar, burada elə sözü əvəzlikdir. Ki nə olacaq o zaman? Ədat olacaq, yoxsa bağlayıcı olacaq? Bir deyin görək. Xəbərdə gəlmişsə nədir? Ədatdır. Başa düşdünüz? Okey. Bir də ki, burada qüvvətlərin zədat mövqeyində istifadə olunubdur. Bir də ki, sual ədatı mövqeyində istifadə olunur. Məsələn, tutaq ki, deyirəm ki, kimin adını deyək? Tutaq ki, Səmayə gəlmişdi ki, bax, sual işarəsindən sonra olarsa nə olacaq? Bu zaman sual ədatı kimi istifadə olunacaq. Başa düşdünüzmü? Daha sonra rəh tapaq. Artıq sözü. Uşaqlar. Ay, bilinmədi. Bu da bilinmədi. Yaxşı, davam edək. Artıq sözü. Artıq sözü bir sifət ola bilər. Bir də ədat ola bilər. Əgər lazımsız mənasını ifadə eləyirsə, məsələn, tutaq ki, deyirəm ki, artıq adam. Yəni, lazımsız adam mənasını ifadə eləyirsə, bu zaman nə olacaq? Sifət olacaq. Bir də artıq. Tutaq ki, artıq mən gəldim. Daha mənasını ifadə eləyirsə, daha mən gəldim mənasını ifadə eləyirsə, bu zaman nə olacaq? Daha əvvəl mənasını ifadə eləyirsə, bu zaman ədat olacaq. Bir də artıq lazımsız mənasını ifadə eləyirsə, bu zaman nə olacaq? Sifət mövqeyində istifadə olunacaq. Və yaxud da buna uyğun olaraq testlərə belə bir sual salmaq olar. Mən olsam şəxsən belə bir sual tərtib eləyərəm. Tutaq ki, deyirəm ki, artıq kitabları yığışdır. Məsələn, artıq kitabları yığışdır deyərəm və yaxud deyərəm ki, burada əminliklə demək olar, bir də əminliklə demək olmaz. Sən burada uşaqlar, bax, artıq sözünü iki cür başa düşə bilərsən. Yəni, bir lazımsız kitabları yığışdır. Bu zaman nə olacaq? Sifət olacaq. Hansı kitabları yığışdır? Artıq kitabları yığışdır. Bir də artıq kitabları yığışdır. Yəni, oxuyub qutarıbsan, savad fışqırıbdır, ücret divara dağılır. Bu zaman daha kitabları yığışdır. Get biraz istirahət elə. Mənasını ifadə eləyən söz kimi istifadə oluna bilirlər. Yəni, iki cür düşünülə bilər bir cümlədə. Daha sonra nə və necə sözləri bir sual əvəzliyi ola bilər, bir də ədat mövqeyində istifadə oluna bilər. Məsələn, tutaq ki, deyirəm ki, əgər sən nə ədatını necə ilə əvəz edə bilirsənsə və yaxud da çox daha ilə əvəz edə bilirsənsə, bu zaman nə olacaq? Ədat olacaq. Amma bir də sual əvəzliyi kimi. Tutaq ki, deyirəm ki, nə danışırsan? Nə danışırsan cümləsində buradakı nə, necə danışırsan mənasını ifadə eləmir ki, yox. Bu zaman nə olacaq? Bu zaman deməli sual əvəzliyi mövqeyində istifadə olunacaq. Bir də deyirəm ki, nə gözəl
gözəl qızdır. Nə gözəl qızdır mənasını ifadə edəsə, bu zaman çox gözəl qızdır və yaxud da necə gözəl qızdır mənasını ifadə edəcək. Bu zaman nə olacaq? Bu zaman da deməli ədat mövqeyində istifadə oluna biləcək. Bax, nəni gətirib sənə nə ilə çaşdıra bilərlər uşaqlar? Ən lap çox daha olduqca bu kimi ədatlar var. Sifətin çoxaltma dərəcəsini əmələ gətirən ədatlar da sənə gətirib bax nə gözəl qızdır mənasında. Bax bu cümləni sənə sala bilər. Tutaq ki, deyər ki, nə burada çoxaltma dərəcəsini əmələ gətirən bir aspektdir. Elədirmi? Xeyr. Niyə? Çünki biz bunu çoxaltma dərəcəsini əmələ gətirən nə ədatını demirik. Başa düşdün? Ən, lap, çox, daha, olduqca. Bunları deyirik. Başa düşdünüz? Okay. Və yaxud da olduqca sözünü sənə gətirib verə bilər. Olduqca. Olduqca tutaq ki, olduqca sözünü sənə gətirib verə bilər. Sən bunu həm ədat kimi istifadə oluna bilər. Ədat. Məsələn, bir də deyirəm feil kimi istifadə oluna bilər. Amma feil sözündə dıqça şəkilçisi olduğu üçün, yəni bu feili bağlama olduğu üçün, burada sözün başlanğıc forması ol olduğu üçün biz də deyirik amonimlər nəyə əsasəndir? Sözün başlanğıc formasına əsasən. Amma olduqca sözündə ədat mövqeyində işləndikdə isə uşaqlar, sözün kökü də başlanğıc forması da olduqcadır. Niyə? Biz demişdik ki, çünki ədatlarda söz köməkçi nüsxələri söz yaradıcılığında iştirak etmir. Başa düşdünüz? Ona görə də sən məcbur bunu leksik və qrammatik şəkilçiyə ayırmayacaqsan. Məcbur sözün kökünü olduqca kimi götürəcəksən. Başa düşdünüz? Və bu zaman deməli bunun başlanğıc forması feil kimi işləndikdə ol sözü olduğu üçün, ədat mövqeyində işləndikdə isə olduqca sözü olduğu üçün sən bunu amonim götürə bilməzsən. Çünki niyə? Başlanğıc formaları tamam fərqli sözlərdir. Bunu da deyim bilin. Məndən sizə məsləhət. Daha sonra uşaqlar, yalnız sözünü bura niyə yazmışam? Yalnız sözü uşaqlar amonim deyil. Amma vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bir tutaq ki, deyirəm ki, yalnız adam sifət kimi işlənsə, bir də deyirəm ki, yalnız sən gəl. Sən gəl. Mənasını ifadə etsə, bax, təkcə sən gəl mənasını ifadə etsə, bu zaman nə olacaq? Ədat olacaq. Amma yalnız adam, hansı adam mənasını ifadə etsə, bu zaman sifət olacaq. Bəs niyə amonim deyil? Çünki vurğusu dəyişməklə mənası dəyişən sözdür uşaqlar. Vurğusu dəyişməklə mənası dəyişən sözlərdə heç zaman amonim ola bilmir. Sifət mövqeyində işləndikdə yalnız adam vurğu ın üzərinə düşür. Yalnız sən gəl, təkcə sən gəl mənasını ifadə etsə, bu zaman anın üzərinə düşür və beləliklə deməli nə olmur? Deməli amonim söz olmur. Buna uyğun olaraq barı sözü də var. Barı sözü bax bir isim kimi işlənə bilər, isim kimi, bir də ədat kimi istifadə oluna bilər. Amma amonim söz deyil. Bu da vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bax bunu da yazın bir yerə qeyd edin. Barı sözü əgər hasar mənasını ifadə etsə, tutaq ki, deyirəm ki, barı tikildi. Bu zaman nə olacaq? İsim kimi istifadə olunacaq. Yəni hasar tikildi mənasını və vurğu ının üzərinə düşəcək. Tutaq ki, bir də deyirəm ki, barı sən gəl mənasını ifadə etsə, yəni ədat kimi, arzu ədat kimi işlənəcək və bu zaman da deməli vurğu hara düşəcək? Anın üzərinə düşəcək. Yəni vurğusu dəyişməklə mənası dəyişən bir söz olacaq. Daha sonra bir sözü uşaqlar bir ədat kimi istifadə oluna bilər. Bir də nə kimi istifadə oluna bilər? Bir də say kimi istifadə oluna bilər. Məsələn, tutaq ki, deyirəm ki, bir bura gəl. Bu zaman 2 bura gəl demirsən ki, yox. Bu zaman nə oldu? Ədat oldu. Bir də deyirəm ki, 2-dən 1 çıx. Bu zaman nə olur? Bu zaman rəqəm mənasını ifadə edəcək və bu zaman nə olacaq? Say mövqeyində işləyəcək. Bir də bir sözünü adətən şagirdlər harda çaşır? Birinci növ təyini söz birləşməsinin ortasında gələn bir sözünü. Məsələn, tutaq ki, deyirəm ki, gözəl bir qız mənasını ifadə eləsə, bu zaman gözəl qız və birinci növ təyini söz birləşməsinin ortasında gələn bir sözü bu zaman nə olur? Ədat olur. Sən gözəl 2 qız, ay mənim gözəl 2 qız deyə bilirəm da, düzdür əzizim, deyə bilirsən. Amma belə bir qayda var ki, birinci növ təyini söz birləşməsinin ortasında gələn bir sözü nə olur? Ədat mövqeyində işlənir. Başa düşdünüz? Sadəcə sən burada açması bunun nədən ibarətdir? Baxın uşaqlar, gözəl bir qız deyəndə, bax burada bir növ təyini qüvvətləndirir bir sözü. Hansı qız? Gözəl qız. Bax, təyini qüvvətləndirdiyi üçün sən əslində burada gözəl bir qız, bir gözəl qız deyirsən da, məsələn, bu zaman nə olur? Ədat kimi işlənir. Başa düşdünüz? Ona görə də sən bunu ədat kimi götürməyə məcbursan. Hayda, bunu sildim eləmi?
Daha sonra yəni sözü. Yəni sözü bir bağlayıcı kimi istifadə oluna bilər. Bir də yəni bəs məgərmız sual ədatı kimi istifadə oluna bilər. Bağlayıcı kimi istifadə olunduqda birini aydınlaşdırır. Məsələn, tutaq ki, deyirəm ki, mən yəni Süleymanov Veltun tutaq ki, müəllim işləyirəm. Aha, mən, yəni Süleymanov Veltun görürsən, məni aydınlaşdırdı. Bu zaman nə olacaq? Bağlayıcı kimi istifadə olunacaq. Yəni sözünü belə bir asan qaydada yadda saxlayın. Əgər yəni sözündən yəni işlənən cümlənin axırında sual işarəsi qoyularsa, o zaman sual ədatı olur. Məsələn, tutaq ki, deyirəm ki, yəni gəlmirsən. Yəni gəlmirsən mənasını ifadə eləyərsə, bu zaman nə olacaq? Sual qoyuram bura. Bu zaman nə olacaq? Yəni sözü ədat kimi istifadə olunacaq. Daha sonra uşaqlar, belə bir ədatlarımız var burada. Baxdı, gəldi, gördü, daha sonra gəlindi, daha sonra qoyundu mənasını ifadə eləyən sözlərdir. Məsələn, tutaq ki, deyirəm ki, və yaxud da qoyun. Bax sözü bir feil kimi istifadə oluna bilər, bir də ədat kimi istifadə oluna bilər. Bax, tutaq ki, deyirəm ki, bax gör başına nə açacaq. Bu zaman nə olacaq? Bu zaman ədat olacaq. Amma tutaq ki, deyirəm ki, sağa bax. Bu zaman nə olacaq? Feil kimi. Nə et? Bax. Və yaxud da gəl sözü. Bunu bir növ belə deyirlər. Gəl işlənən sözdə müstəqil mənalı feil yoxdursa, məsələn, tutaq ki, deyirəm ki, gəl oraya gedək. Bax, görürsən uşaqlar. Bax, gəldən başqa burada feil var. Gedək var. Bu zaman nə olacaq? Bu zaman deməli ədat olacaq. Gəl oraya gedək mənasını ifadə eləsin. Amma tutaq ki, mən bunu tutaq ki, sən gəl, biz oraya gedək. Amma bax burada görürsən, bax sən gəl, nəyi gəl. Bax bunun da bu cümlə bax bu görürsən mən burada bir dənə vergül qoymuşam. Yəni bu ayrı cümlədir, bu da ayrı cümlədir. O zaman nə olacaq? Yəni müstəqil mənalı feil olduğu üçün bu zaman nə olacaq? Bu zaman hər birində feil olacaq. Başa düşdünüz? Və yaxud da tutaq ki, deyirəm ki, gör başına nə açacam. Bax, gör başına nə açacam. Bax, nə oyun açacam? Görürsən, feil var. Sən burada görü nə kimi görə bilərsən? Yəni ədat kimi görə bilərsən yalnız. Bir də deyirəm ki, tutaq ki, bax gör. Bax, gör. Bu zaman nə olacaq? Bu zaman feil kimi istifadə olunacaq. Gəlin sözü, məsələn, bir isim, qoyun sözünü yenə sildim. Gəlin sözü uşaqlar bir isim kimi istifadə oluna bilər. İsim. Tutaq ki, deyirəm ki, gəlin ocağa gəlir. Yəni qız ocağa gəlir, gəlin mənasını ifadə edir. Bir də deyirəm ki, gəlin görüm bura. Bu zaman nə olacaq? Bu zaman deməli nə olacaq? Feil kimi işlənəcək. Feil. Əmr şəklində olan feil mənasını ifadə edəcək. Əmr şəklində olan feil. Bir də tutaq ki, deyirəm ki, gəlin gedək. Gəlin gedək mənasını ifadə eləsə, bu zaman nə olacaq? Ədat mövqeyində istifadə olunacaq və bu zamanda nə olacaq? Bu zamanda yenə də amonim olmayacaq. Yəni bu söz, gəlin sözü heç bir halda amonim olmur. Niyə amonim olmur? Çünki sən bunu feil kimi işlətsən, bunun başlanğıc forması gəl olacaq. Başa düşdünüz? Bunun başlanğıc forması nə olacaq? Feilin əmr şəklində işlətsə, bunun başlanğıc forması gəl olacaq. Bir də gəlin olduqda, gəlin isim kimi işləndirsə, bunun başlanğıc forması gəlin olacaq. Bir də gəlin gedək mənasını ifadə etsək, bunun başlanğıc forması gəlin olacaq. Amma vurğusu birinci hecəyə düşəcək. Burada isim mövqeyində işləndikdə vurğu ikinci hecəyə düşür. Amma ədat mövqeyində işləndikdə vurğu birinci hecəyə düşdüyü üçün bu zaman nə olacaq? Bu zaman vurğu dəyişməklə mənası dəyişən söz olacaq. Daha sonra uşaqlar, ha deməli bir qüvvətləndirici ədat ola bilər, bir də nə ola bilər? Əmr ədat ola bilər. Bax, belə bir qayda var ki, əgər əmr şəklindən sonra gələrsə, məsələn, tutaq ki, deyirəm ki, gəl, ha, bu zaman nə olacaq? Əmr ədat olacaq. Bir də deyirəm ki, ha, qüvvətləndirici ədat kimi işləndikdə, bax, tutaq ki, deyirəm ki, onu əsəbləşdirmə.
əsəbləşdirmə. Gələr ha. Bu zaman xəbər şəklindən sonra gəlibdir. Yəni ki, belə yadda saxlayın ki, ha ədatı əmr şəklindən sonra gələrsə, sən bunu əmr ədatı kimi götürəcəksən. Amma digər qalan hallarda bu zaman nə olacaq? Bu zaman deməli qüvvətləndirici ədat kimi götürəcək. Yəni bax bu görürsüz xəbər şəklindən sonra gəlibdir, feilin zamanından sonra gəlibdir. Yəni ki, əmr şəklində deyil bu söz. Bu zaman nə olacaq? Qüvvətləndirici ədat. Bir də məsələn sizi belə bir şeylə çaşdırırlar. Məsələn mən olsam belə bir sual tərtib eləyərəm. Gəlməlisən ha, gəlməlisən ha, toya gəlməlisən ha. Bu zaman bir növ əmr təsiri bağışlayır adama. Amma malı-məli vacib şəklinin şəkli olduğu üçün biz də demişdik ki, əmr şəklindən başqa digər qalan bir yerlərdə ha ədatını görürsənsə, o zaman nə götürəcəksən? Qüvvətləndirici ədat kimi götürəcəksən. Başa düşdünüz? Daha sonra, daha uşaqlar, danın işlənmə mövqeləri var. Danın da işlənmə mövqeyi çox zəngindir. Qoy izah eləyək. Bax, da bir yönlü çal şəkilçisi kimi. Yönlü idimi? Yox, yerlik. Üzr istəyirəm. Yerli çal şəkilçisi kimi. 2 istənə bilər zərf düzəldən şəkilçisi kimi. Zərf, düzəldən şəkilçi. 3 istifadə oluna bilər bağlayıcı kimi. 4 istifadə oluna bilər ədat kimi. Aha, bax, belə bir şey var ki, Sapirusdan mövqeyində, Sapirus, yox, bunu əvvəlcə deyək. Bax, dana ilə əvəz eləyə bilirsənsə, bu zaman nə olacaq? Ədat olacaq. Məsələn, tutaq ki, deyirəm ki, gəl da, evə gəl dana deyə bilirsən. Bu zaman nə olacaq? Ədat olacaq. Daha sonra bağlayıcı kimi istifadə olunduqda uşaqlar, əgər sən dana ilə əvəz eləyə bilmirsənsə, məsələn tutaq ki, deyirəm ki, alma da deməyək də, bunu təkrarlamışıq. Tutaq ki, deyirəm ki, fidan və ayrı yazılacaq. Fidan da, tutaq ki, almaz da, afşin də gəlmişdi. Bu zaman bax fidan dana, almaz dana, afşin dana deyə bilmirsən də, bu zaman nə olacaq? Bu zaman dana ilə əvəz eləyə bilmirsənsə, bu zaman nə olacaq? Bağlayıcı mövqeyində istifadə olunacaq. Sən uşaqlar danı bir yerdə dana ilə əvəz eləyə bilməyəcəksən, o zaman da onu ədat kimi götürəcəksən. Nə zaman olur o? Sapirusdan mövqeyində. Bax tutaq ki, deyirəm ki, əgər Sapirusdan mövqeyini görürsənsə, onu dana ilə əvəz eləyə bilməyəcəksən. Amma yenə də onu nə götürəcəksən? Ədat götürəcəksən. Məsələn, tutaq ki, deyirəm ki, anar gəlsə də, tutaq ki, görüşmədi. Anar gəlsə də görüşmədi. Bax, Sapirus da var. Buradakı dadəni nə götürəcəksən? Buradakı dadəni ədat götürəcəksən. Başa düşdünüz? Bu dadənin ədat olarkən özünə məxsus olmayan xüsusiyyətdir. Sənə testlərə belə bir sual verə bilər. Tutaq ki, deyə bilər ki, dadənin ədat olduqda özünə məxsus olmayan xüsusiyyəti deyərsə, o zaman nə götürəcəksən? Sapirus danı götürəcəksən. Başa düşdünüzmü? Bir də zərf düzəldən şəkilçisi kimi işləndikdə bu konkret 4-5 dənə sözə qoşulur. Məsələn, tutaq ki, deyirəm ki, yayda, payızda, qışda, bax bu kimi sözlərə qoşulur. Tutaq ki, deyirəm ki, payızda gəldi. Bu zaman payızda gəldi deyəndə nə zaman gəldi? Payızda gəldi. Yayda, payızda, qışda, bax bu kimi sözlərə qoşulanda burada dadəni görürsənsə, bu zaman nə olacaq? Bu zaman zərf düzəldən şəkilçi mövqeyində işlənəcək və leksik şəkilçi olacaq. Yerli yer şəkilçisini də bilirsən də, tutaq ki, deyirəm ki, tutaq ki, kitab var. Kimdə? Səndə. Kimdə sonuna cavab verdikdə, bu zaman və yaxud da nədə, harada sonuna cavab verdikdə, bu zaman nə olacaq? Zərf deyirəm, yerli yer şəkilçisi mövqeyində işlənəcək. Bir də belə bir sual ola bilər. Tutaq ki, deyirəm ki, payızda, bir deyirəm ki, payızda, tutaq ki, hava soyuyur. Bir də deyirəm ki, payızda 3
ay var. Bax, payızda 3 ay var mövqeyində işləndikdə buradakı dadə nə olacaq? Yerli yer şəkilçisi olacaq, isim olacaq. Bax, var. Nə 3 ay, nə ay, nə qədər ay? 3 ay. Bir də nə zaman, nə də payızda. Nə zaman görürsən sualına cavab vermirsən. Nə zaman 3 ay var? Payızda 3 ay var. Görürsən, nədə 3 ay var? Payızda. Bir də payızda hava soyuyur deyəndə nə edir? Soyuyur. Nə zaman? Payızda. Burada deməli zaman zərfi mövqeyində istifadə olunacaq. Bundan da diqqətli olmaq lazımdır. Daha çox miqə düşəcək bir şeylərdir. Daha sonra uşaqlar, bir də var, xeyir sözü var. Oy, sildim. Bax, xeyir var, bir də xeyir var. Xeyir sözü ədatdır. Amma xeyir sözü isimdir. Amonim deyil. Başa düşdük? Niyə? Çünki biz demişdik ki, yazılışı və deyilişi eyni olur. Görürsən, burada i var, amma burada yoxdur. Xeyir sözü ədatdır. Tutaq ki, deyirəm ki, gəlmişdi. Gəlmişdi. Sən deyirsən xeyir. Bu zaman nə olur? Ədat olur. Amma tutaq ki, deyirəm ki, xeyir, şər, qardaşdır. Qardaş, şər, qardaşdır. Bu zaman nə olacaq? İsim olacaq. Başa düşdünüz? Bakın. Burada da bar və yalnız sözü var. Bunu da bayaq izahləmişdik. Vuruq seçməklə mənası dəyişən sözdür. Amonim deyil. Daha sonra təbii söz. Uşaqlar, təbii sözü bir sifət ola bilər. Sifət, bir də modal söz ola bilər. Modal söz. Təbii sözü, məsələn, tutaq ki, deyirəm ki, təbii hava. Ekran yazır mı? Ha. Zaryadkam bitibdi. Hə, təbii hava. Hə, təbii hava. Bax, necə hava? Təbii hava. Bu zaman nə olacaq? Sifət olacaq. Bir də tutaq ki, deyirəm ki, təbii ki. O gəlmişdi. O gəlmişdi. Gəlmişdi. Bu zaman nə olacaq? Bu zaman modal söz mənasında işlənəcək. Sözsüz də bir modal söz olar, bir də sifət ola bilər. Tutaq ki, deyirəm ki, sözsüz adam daşa bənzəyir. Sözsüz adam daşa bənzəyir mənasında ifadə eləsə, özündən sonra vergül qoyulmasa, bu zaman nə olacaq? Hansı adam? Sözsüz adam. Söz sözün kökü olur. Siz nədir? Leksik şəkilçi, sifət düzəldən şəkilçi olacaq və sifət mövqeyində istifadə olunacaq. Bir də deyirəm ki, sözsüz o heç nə bilmir. Bu mövqedə nə olacaq? Sözsüz. O heç nə bilmir deyəndə bu zaman şübhəsiz şəkilçi mənasını ifadə edəcək və sifət mövqeyində işlənəcək. Bir də bax, şübhəsiz sözü də var buna uyğun olaraq. Şübhəsiz sözdə həm sifət kimi istifadə oluna bilər, həm də modal söz kimi. Tutaq ki, deyirəm ki, şübhəsiz qorxu, tutaq ki, heç nədir. Bu zaman və yaxud deyirəm ki, şübhəsiz heç nədir. Heç nədir. Burada mən gətirib bundan sonra vergül qoysam, bu zaman bu modal söz kimi istifadə olunacaq. Şübhəsiz, şübhə heç nədir mənasını ifadə edir. Bir də şübhəsiz, yəni şübhəsi olmayan mənasını ifadə eləsə, bu zaman şübhə sözün kökü olacaq, sız leksik şəkilçisi olacaq və sifət mövqeyində istifadə olunacaq və istər deməli zərf mövqeyində, istərsə də deməli modal söz mövqeyində bu söz nə olacaq? Modal söz, amonim söz kimi istifadə olunacaq. Daha sonra yaxşı sözü. Yaxşı sözü bayaq izah eləmişdik də uşaqlar. Yaxşı sözü sifət və zərf mövqeyində istifadə olunsa, yəni ki, yaxşı adam. Bir də deyirəm ki, yaxşı danışmaq. Yaxşı danışmaq mövqeyində istifadə olunur. Bax, yaxşıdan sonra nə gəlibdir? Yaxşıdan sonra feil gəlibdir, yəni zərf olacaq. Yaxşı adam mənasında da bundan sonra isim gəlibdir, yəni sifət olacaq. Aha, bax, bu mövqeydə ikisi bir-biri ilə amonim ola bilməz. Başa düşdünüz? Niyə? Çünki ifadə etdiyi yaxşı mənasıdır. Amma yaxşı, gələrəm. Bunu bəzi dilçilər amonim kimi götürmür.
Niyə? Çünki yaxşı gələrəm deyəndə vurğunu aparıb anın üzərinə vurur. Uşaqlar, yaxşı sözü hər üç halda, yəni zərf olduqda da, sifət olduqda da, modal söz olduqda da vurğu sonuncu hecəyə, yəni ikinci hecəyə düşür. Ona görə də modal sözdür. Başa düşdünüz? Yaxşı mən gələrəm deyəndə sən vurğunu aparıb anın üzərinə vurmursan. Sadəcə sən onu müəyyən pafosla dediyinə görə, ona görə də vurğu ının üzərinə düşəcək və ona görə də nə olacaq? Modal söz kimi işləndikdə belə bu zaman amonim sözlərdən biri olacaq. Daha sonra təəssüf sözü də həm isim kimi, həm də modal söz kimi işləndikdə bu zaman amonim olacaq. Məsələn, tutaq ki, deyirəm ki, təəssüf hiss mənasını ifadə, təəssüf hissi mənasını ifadə elədikdə bu zaman nə olacaq? Bu zaman isim kimi istifadə olunacaq. Yəni hiss mənasını ifadə eləyərsə, o zaman isim kimi istifadə olunacaq, işlənəcək. Modal söz tutaq ki, deyirəm ki, təəssüf ki, o gəlmədi. O gəlmədi. Yəni təəssüf ki, o gəlmədi mənasını ifadə etdikdə və özündən sonra da vergül qoyduqda o zaman nə olacaq? O zaman modal söz kimi istifadə olunacaq və deməli amonim söz kimi işlənəcək. Uşaqlar, baxın, qabağınıza belə bir sözlər çıxacaq modal sözlərdən. Nəhayətdir, xülasədir, bir də müxtəsərdir. Bu sözlər amonim deyil. Baxın, nəhayət sözü iki mənada istifadə oluna bilər. Bir nəhayət isim kimi istifadə oluna bilər, bir də modal söz kimi istifadə oluna bilər. Əgər isim kimi istifadə olunduqda nəhayətdə uzanma olur, tələffüzdə uzanma olur. Başa düşdünüz? Amma heç bir halda bax tələffüzdə sənə uzanma vermədikdə o zaman modal söz kimi istifadə olunacaq. Yəni ki, nəhayətdir. Bax, xülasə sözü də normalda sənə bu şəkildə versə, desə ki, bu hansı nitq hissəsidir? Bax, görürsən, modal söz kimi qoymuşam. Amma xülasə sənə bu şəkildə versə, o zaman nə olacaq? O zaman isim kimi olacaq. Düzdür, iki nitq hissəsidir. Bax, nəhayət işin nəhayəti mənasında olduqda, yəni işin sonu mənasında olduqda bu zaman isim kimi istifadə oluna bilir. Bir də nəhayət o gəlmişdi. Yəni ki, bir növ ümumilik bildirdikdə o zaman nə olacaq? Modal söz kimi istifadə olunacaq. Xülasə, tutaq ki, bir növ işin o modal söz kimi istifadə olunduqda o zaman uzanma olmayacaq. Amma mətnin xülasəsi mənasını ifadə etdikdə o zaman nə olacaq? Uzanma olacaq və isim kimi istifadə olunacaq. Sənə gətir, tutaq ki, xülasə. Bax, bu sözü versə, bax, bu uzanmasız şəkildə versə, tələffüzdə. Bax, nə deyirəm? Tələffüzdə. Bax, görsən, transkripsiya almışam. Sənə desə ki, bu söz iki nitq hissəsidir, sən bunu iki nitq hissəsi kimi götürməyəcəksən. Niyə? Sənə burada deyir ki, bax, uzanmanı qoymadan, burada deyir ki, yəni sən bunu nə kimi götürəcəksən? Modal söz kimi götürəcəksən. Amma sənə transkripsiyasız xülasə sözünü verərsə, bax, bu şəkildə verərsə, transkripsiyasız. O zaman sən bunu iki nitq hissəsi kimi götürə bilərsən. Həm modal söz kimi götürə bilərsən, həm də deməli isim kimi. Amma sənə gətirib bax, bu şəkildə bunu versə, deməli bax, mən transkripsiyadan yazmışam. Xülasə sözü modal sözdür. Başa düşdünüz? Və yaxud da sənə gətirib bax, bunu bu şəkildə versə, desə ki, bu iki nitq hissəsi kimi düşünülə bilər. Bu söz iki nitq hissəsi kimi düşünülə bilməz transkripsiyada. Niyə? Çünki uzanma olduqda nə olur? İsim olur. Başa düşdünüz? Okay. Müxtəsər sözündə vurğu birinci hecəyə düşdükdə o zaman modal söz olur. Məsələn, tutaq ki, deyirəm ki, müxtəsər, çox danışma. Bir də deyirəm ki, müxtəsər vurma düsturları. Bu zaman nə olacaq? Sifət kimi istifadə olunacaq. Uşaqlar, bir də məncə var. Məncə deməli qoşma kimi işlənir. Məsələn, tutaq ki, deyirəm ki, işi məncə bilmir. Yəni mən qədər bilmir. Cacə burada deməli nədir? Qoşmadır. Bir də məncə sözü tutaq ki, deyirəm ki, məncə tutaq ki, işə gəlməyəcək. O zaman mənim fikrimcə mənası, fikir mənasını ifadə edən modal söz kimi istifadə olunacaq. Bu da qoşma kimi istifadə oluna bilər. Ay sözü, tutaq ki, bir ay, göydə çıxan ay mənasını, yəni planet mənasını ifadə eləyərsə isim olur. Tutaq ki, deyirəm ki, ay yadımdan çıxmışdı. Ay yadımdan çıxdı. Hə. Və yaxud da deyirəm ki, vaydı da yadımdan çıxdı. Bu zaman nə olacaq? Nida kimi istifadə olunacaq. Ox sözü uşaqlar həm leksik amonim ola bilər, həm də qrammatik amonim ola bilər. Leksik amonim nədir, qrammatik amonim nədir? Onu amonimlərin geniş izahında mən hamısını demişdim da sizə. Amonimlər iki yerə bölünür. Bir leksik, bir də qrammatik amonimlər. Əgər deməli əsas nitq hissəsidirsə, hər iki məna əsas nitq hissəsidirsə, bu zaman deməli leksik amonim olur. Amma bir tərəfi əsas nitq hissəsi və yaxud da bir tərəfi köməkçi nitq hissəsi və yaxud da köməkçi plus köməkçi nitq hissəsi olarsa, yəni hər iki mənası köməkçi olarsa və yaxud da bir tərəfi əsas, bir tərəfi köməkçi nitq hissəsi olarsa, bu zaman da bunlar da nədir? Qrammatik amonimdir. İndi ox sözü həm leksik amonimdir, həm də qrammatik amonimdir. Ox sözü tutaq ki, bir ox kaman mənasını ifadə eləyərsə, bu zaman deməli isim kimi istifadə olunacaq. Tutaq ki, deyirəm ki, oxu atdım. Ox sözü
əkin sahələri arasında yer var. Bax o mənanı ifadə eləyərsə, o zaman da deməli isim mənasını ifadə eləyəcək və bu iki halda isim olduqda deməli nə olacaq? Leksik homonim olacaq. Ox sözü tutaq ki, deyirəm ki, ox nə bir oldu? Bu zaman deməli nida kimi istifadə olunacaq və bu zaman da deməli isim plus nida olduqda, yəni bir tərəfi əsas, bir tərəfi də deməli kömək, bir mənası əsas, bir mənası da köməklik hissəsi olduqda bu zaman deməli qrammatik homonim olacaq. Daha sonra hey sözü. Hey sözü 3 nitq hissəsi ola bilər. Məsələn, tutaq ki, deyirəm ki, heyim qalmadı. Heyim qalmadı. Qalmadı. Bu zaman deməli nə olacaq? Hey sözü isim kimi istifadə edir. Yəni taqətim qalmadı mənasını ifadə edir. Bir də demək ki, hey sözü mütəmadi mənasını ifadə eləyirsə. Məsələn, tutaq ki, ağaca çıxdım adamla, bir nəlbəki badamla, nə dili var, nə ağzı, hey danışır adamla. Yəni mütəmadi danışır adamla mənasını ifadə etdikdə, yəni zaman zərfi mənasını ifadə eləyir. Tutaq ki, deyirəm ki, bir də hey, bura bax. Bura bax. Bu zaman nə olacaq? Hey nida mənasını ifadə edəcək və bu da köməklik hissəsi olacaq. Vay sözü bir isim ola bilər. Məsələn, tutaq ki, deyirəm ki, vay, xeyir, şər, vay mənasını ifadə edir. Yəni hər hansı bir pis hadisə. Bir də vay nədir? Nida. Tutaq ki, deyirəm ki, vay yadımdan çıxdı. Yadımdan çıxdı. Bu zaman nə olur? Nida kimi istifadə oluna bilər. Ax sözü. Ax sözü uşaqlar bir nida kimi, tutaq ki, deyirəm ki, ax nə bir oldu, ox nə bir oldu, ax nə bir oldu mənasını ifadə eləsə nida olacaq. Bir də deyirəm ki, suyu, su axdı. Axdı. Bu zaman nə olacaq? Ax sözü, sözün başlanğıc forması ax olacaq və bu da feil kimi istifadə olunacaq. Bu da deməli nə olacaq? Köməklik hissəsi, əsas hissəsi olan feil kimi istifadə olunacaq. Bir mənası feil, bir mənası nida kimi olacaq və beləliklə bunlar da amonim olacaq. Belə uşaqlar çox sağ olun. Allah amanında. İnşallah gələn videolarda görüşərik. Videomuza da bəyənməyi və yorum yazmağı unutmayın. Sağ olun. Allah razı olsun.